Bu insan dəladuzluq eləyir. Mənə oradan 10 min ver, vermirsənsə 15 minə qaldıracam. 15 min də verməyəcəksən, başım çalışacağam əlindən almağa. Müslüm Paşayev özünün də dediyi kimi yaman cəncələ düşüb. İllərlə qəpik-qəpik pul yığıb aldığı evindən köhnə sahibini qeydiyyatdan çıxara bilmir. Müsahibim Səbail rayonu Çerniaxovski 34 ünvanında yaşayır. İndi yaşadığı mənzili də 5 il əvvəl qapı bir qonşu olduğu Dmitri Nazarovdan 8000 manata alıb. Həmin vaxt çox pis vəziyyətdə olan bu bir otaqlı mənzili yavaş-yavaş təmir eləyərək normal hala salıb. Bu 5 il ərzində təmirli mənzilində xoş günlər keçirən Müslüm bir də xəbər tutub ki, onun evi də Bayıl qəsəbəsində olan digər evlər kimi plana düşür. Elə bütün problemli günlər də bundan sonra başlayır. Vaxtıyla bir otaqlı evini 8000 manata satan Dmitri qardaş nəinki evdən qeydiyyatdan çıxmır. Hələ üstəlik Müslüm Paşayevdən qeydiyyatdan çıxmağı müqabilində 10 min manat pul da tələb eləyir. Evin hazırki sahibi isə təbii ki, bununla razılaşmır. Nazarov Dmitri ilə əlaqə saxladım. Bəs dedim, Dmitri, zəhmət olmasa yaxınlaş, bu qeydiyyatdan çıx. Mənə bildirdi ki, yaxınlaşım, qoy üzbəüz söhbət edirdim, yaxınlaş söhbət eləyək. Nəsə yaxınlaşdım, mənlə üzbəüz söhbət eləmə. Mənə qayıtdı dedi ki, bəs mənə 10 min manat pul ver, mən çıxım qeydiyyatdan. Mən də qayıtdım, dedim ki, mən sənə 10 min verməyə ixtiyarım yoxdur, niyə verməliyəm? Çünki evin sahibi mənəm, mən səndən almışam, sən də satmışam. Mən o vaxtı deyir, ucuz satmışam, indi də plana gedib eşitmişəm, pul götürsən, mənə oradan 10 min ver, vermirsənsə 15 minə qaldıracam, 15 min də verməyəcəksən, başım çalışacağam əlindən almağa. Həmsöhbətim əlavə olaraq deyir ki, aldığı ev çıxarışsız olsa belə, qarşı tərəflə alqı-satqı prosesi zamanı rəsmi sənədləşmə ediblər. Ancaq təəssüf ki, ev sənədsiz olduğundan qeydiyyatda kimin olub-olmadığını öyrənə bilməyib. Özü də bildirir ki, qarşı tərəfi uzun müddətdə tanıdığına görə ona bir növ etibar edib və qeydiyyatdan çıxdığını güman eləyib. İndi isə müsahibim problemdən çıxış yolu axtarır. Bu insan dəladuzluq eləyir. Bir növ dəladuzluqdur. Evi sat, kommunallar adına keçir. 4 il ərzində də kommunal ödəyiciyəm. Yəni bu o demək ki, bu evin sahibiyəm. Pulumu verib almışam. Qonşularım da var, şahidlərim də var. İnsanın da vicdanınla, insanın da duyğularıyla oynamaq olmaz. Söhbətimizi burada yekunlaşdırıb qarşı tərəf Dmitri Nazarovla əlaqə saxlamağa cəhd etdik. Lakin sözü gedən şəxs iddialar qarşısında susmağı seçdi. Nə hə dedi, nə də yox. Bircə onu dedi ki, iş məhkəmədədir, proses gedir. Ona görə də heç bir məlumat verə bilməyəcək. Odur ki, bir çox suallarımız elə sual olaraq da qaldı. Bəs yaxşı, belə problemlər yaşanmasın deyə nə etmək lazımdır? İnsanlar necə etsin ki, aldanmasın? Bu suallarımıza cavabı əmlak üzrə ekspert Elnur Fərzəliyevdən aldıq. Bildirdi ki, vətəndaş mütləq şəkildə alacağı evi və ev sahibini yaxşıca araşdırmalıdır. Çıxarışsız ev almaq məsləhət görülmür. Ona görə ki, ev alan şəxs əvvəlcədən alqı-satqı zamanı qeydiyyatda olan şəxs və ya şəxsləri rəsmi qaydada çıxara bilər. Vətəndaş əgər bir mənzil alırsa, həmin mənzildə qeydiyyatda müxtəlif şəxslər varsa, mənzili alan şəxs mənzil sahibindən girov şəklində bəlli bir məbləğ saxlamalı, həmin məbləğ müqabilində mənzilin keçmiş sahibləri həmin mənzildən qeydiyyatdan çıxırlar. Əks halda vətəndaş həmin məbləği vəkil və digər xidmətlər üçün xərcləyərək məhkəmə qaydasından o şəxsləri öz mənzilindən qeydiyyatdan çıxarmalıdır. Ekspertin fikirlərindən sonra belə anlaşılır ki, mövcud problemlə üzləşən Müslüm Paşayevin hazırda yaşadığı ev sökülərsə və ya satılarsa qeydiyyatda olan şəxsin razılığı tələb olunur. Amma qeydiyyatda olan Dmitri Nazarov razılığını vermədiyi üçün evin söküntüsü. Elə bu problemin də həlli biraz da ləngiyəcək. Nigar Namik, Əhməd Mahmudov, Real. Kommunallar adıma keçsin.